oynamaq deyil. Oynamağa hamı oynayır. Amma oyunu oynamaq tam başqa bir şeydir. Yəni nəsə də indi görək də inşallah bir gün vaxtımız olar, bizə də ehtimad eləyən olar. Azər Bağırov deyir, hansı klubda özünü daha rahat hiss edirdi? Zaur Şəfiyev. Çox maraqlı sualdır, amma mən Araz Naxçıvanda daha çox oldum. Birinci liqada, birinci divizyon gedirdi o dövrə, xatırlayıram. Hətta region liqası. Bəli, Naxçıvanda oynuyordunuz. Region liqası, ondan sonra birinci divizyon, ondan sonra Premier Liqa. Araz Naxçıvanda daha çox mənə elə gəlir ki, vaxt keçirmişəm. Orada daha rahat idim bəzi şeylərdə. Gəncədə isə tam fərq. Yəni onları bir-birinə qatmaq düz deyildi. Elə bir ki, həyatımın hansısa bir hissəsi, hansısa bir yaşında olub. Gəncədə son dönəmlər inanırsınız çox başqa bir rahatçılıq var idi əslində qalanda. Orada yaşlı azarkeşlər var idi. Şəhərdə sənə tuturdular, elə sözlər deyirdilər, belə xoş sözlərdə. Adam həqiqətən də o gördüyün işə görə sözün əsl mənasında həzz alırdı. O verdiyin o enerji də, verdiyin o hissləri də heç belə də bu gün Kəpəzdən çıxdığıma inanın mən ki, zərrə qədər də peşman deyiləm. Yəni mən alnım açıqdır. Əsas onu bilirəm ki, işimin öhdəsindən gəlmişəm və bu günlərim Azərbaycanda ola bilər ki, bəziləri qiymət vermir, amma çox böyük bir mənə elə gəlir ki, insanlar var ki, mənim əziyyətimə qiymət veriblər. Belə bir sual ünvanlayım, elə vaxtımıza da az qalıb.